Fərqi 10 olan A minus B bərabərdir 10. 2 ədədin ədəd ortası 13'dür. Ədəd ortada 13'dür. Yəni A plus B bölü 2 bərabərdir 13'ə. Buradan A plus B-ni tapsaq olacaq 26. Fərqi də 10'dur. Bunu sistem təyin şəklində yazdım. Həmin ədəd həndəsi ortasını istəyir. Y bərabərdir kökatda A vur B. Yəni A və B-nin həndəsi ortasını istəyir. Bunu tapmalıyıq. Bunun üçün bunları alt-alta toplasam sistem tənlikdə yazdığımız tənlikləri 2A bərabərdir 36'ya. A bərabərdir 18'ə. A'mız 18'də gətirib yerinə qoysaq 18 üstə gəlir B bərabərdir 26'ya. B bərabərdir 8'ə. A 18, B 8 bərabər olacaq. Kök altında 18 vur 8. Bu da kök altda 144. Bu da bərabər olur 12'yə. D bəndi. Baxıram 117-ci suala. 117-ci sualda modul x 6'dır, modul y 5'dir. Modul x bərabərdir 6'ya, modul y bərabərdir 5'ə. Bizə deyir ki, x minus y-in fərqinin ən kiçik qiymətini tapın. Deməli, bu fərqin ən kiçik qiyməti olmaq üçün x-imiz müsbət mənfi 6'dır. Y-imiz də müsbət mənfi 5'dir. Bu şəkildə. Bu da bərabərdir. Ən kiçik dediyinə görə x-dan deməli, mənfi 5 yazıram. Y üçün də 6'nı qoysaq, olacaq mənfi 11. Yəni x-in 5, mənfi 5, y-in də 6 qiymətini götürdük. Ona görə cavab olacaq mənfi 11 Y bəndi. Digərlərini də yazıb yoxlaya bilərsiniz. Məsələn, x-in 6'sına, y-in mənfi 5'in, bir dəfə müsbət 5'in. Burada 4 hal mümkündür. Ona görə 4 ədəddən ən kiçik olan elə mənfi 11 olacaq. 121-ci suala baxıram. Bərabərdir yazım. Sualın özünü götürmədim. Sürətə yazam. Sürətdə kök 7 böl 2 çıx 1'in işarəsini təyin edək. Bu da bərabərdir. Kök 7 moduldan işarəsini təyin edəm. Kök 7 böl 2'ni kök 4 kimi yazıram. Çıxılsın. 1'i də kök 4'də elə kök 4 yazıram. Bu da bərabərdir. Deməli. Olacaq modulda kök 4'də kök 7 çıx kök 4. Baxırıq ki, necə ədəddir? Müsbət ədəddir. Kök 7'dən kök 4 çıxanda müsbət olacaq. Ona görə birinci modul müsbətdir. İkinci modulda yoxluyum. Kök 7 böl 2 çıxılsın 2. O da bərabərdir. Kök 7 bölünsün. Bunu kök 4 kimi yazıram yenə. Çıxılsın 2'ni də yazıram. Kök 8 böl kök 4 kimi. O da olacaq. Kök 4'də kök 7 çıx kök 8. Bura baxsaq kök 7'dən kök 8 çıxana mənfi olacaq. Deməli ikinci modulda mənfidir. Birinci modul müsbət olduğuna görə modul olduğu kimi açılır. Üstəgəl ikinci modul mənfi olduğuna görə tərs asılacaq. Bu şəkildə. Buranı silirəm. Buradan siz təxmin eləməklə də məsəl üçün kök 7'dən təqribi çıxır 2 tam nə qədər? 3'ə yaxın bir ədəd. 2'nin də 2 tamı da məsəl üçün götürürsünüz. Kök 7'dən çıxsın 2 tam onda 6. Bunu 2'yə bölüb çıxırsınız 1. İşarəni təyin eləyəndə olur. 1 tam onda 3 çıx 1. Bura müsbət olur. Bir dəfə də 2 tam onda 6 böl 2 çıx 2. Bu da 1 tam onda 3 çıx 2. Bu modun içərisində mənfi olur. Bu şəkildə təyin eləmək olar. Oradan bölünsün. 2 çıxılsın. Deməli 2 çıx x. 2 çıx x. Üstə gəlsin modulu x minus 2 yazdıq. İndi məxrəci modullarına sağ. X-imiz 0-2 arasındadır. Məsələn 0-2 arasından 1 götürüb yoxlayaq. 1'i qoysaq burada bu modulun içərisi mənfi olur. Çünki 1'dən 2 çıxanda mənfi 1 olur. Onca bu modulun içərisi mənfi. Bu modulun içərisinə baxsaq 2'dən 1 çıxanda müsbət. Deməli 2 çıxılsın. Birinci bu modulu açıram. Müsbətə görə açırıq. Onca olduğu kimi asılacaq. Birinci mötərizədə yazın. Üstə gəlinsin. İkinci də tərs asılacaq. 2 minus x. Çünki mənfi deyən moduldan əksi çıxır. Buradan da kök 7'lər gedir. Mənfi 1 üstə 2 yanında olacaq 1. Bərabərdir. Sürətdə 1 məxrəcdə. Modulda 2 mötərizəni açsam 2 plus x. Üstə gəlsin 2 minus x.
Buradan 2'lər getdi. Qalır 1 bölünsün modul x üstəgəl 2 minus x. Yəni modul x-a baxırıq. X 0-2 arasındadır, yəni müsbətdir. Ona görə olduğu kimi açacaq. Yenə x üstəgəlsin 2 minus x-a. Buradan x-lar islah olundu. Qalır 1 bölünsün 2. O da B bəndi. 124-cü suala baxıram. Bizə deyir ki, n böyükdür n olduqda n və n ədədlərin ədəd ortası x, m ilə n-in ədəd ortası x-dırsa, x bərabərdir m üstəgəl m böl 2. M və n ədədlərinin həndəsi ortası y-dir. Onda y də bərabərdir həndəsi orta dediyinə görə m vur n-ə. Baxaq. Bizə deyir ki, m çıx n-i x və y ilə əvəz edin. M çıx n-i. Buradan tapsaq, deməli, m üstəgəl n bərabərdir 2x-a, 2x-a. M-in də bərabər olur. Buradan kvadratı yüksətsəm, olacaq y kvadratı bərabərdir m-ə. M-in bərabərdir y kvadratına. Bizdən nə istəyir? Bizdən m çıx n istəyir. M çıx n-i. M çıx n-i tapmaq üçün birinci bunu hər tərəfin kvadratı yüksəldərəm. Olacaq, deməli, m üstəgəl n-in kvadratı bərabərdir 4x kvadratına. Buradan da m-n 2-yə vuraram. Heç vurmaya xərəki qalsın. Y kvadratı. Olacaq birinci tənlikdə m-in kvadratı üstəgəl n-in kvadratı plus 2m-ni də keçsin bu tərəfə. 4x kvadratı çıx 2m. Keçirdik sağa 2m-ni də. Buradan da m bərabərdir y kvadratına. M-in gətirib qiyməti yerinə yazaq. Deməli, m kvadratı üstəgəl n kvadrat bərabərdir 4x kvadratı çıxılsın. M-nin yerinə də y kvadrat yazacaq, 2y kvadrat olur. Bu şəkildə. Buradan da indi bizdən nə istəyir? Bizdən m çıx n istəyir. Bunu biz köməkçiyə görə m çıx n-in bağlanmış kvadratı üstəgəl 2m şəklində yaza bilərik. Bərabərdir 4x kvadratı çıx 2y kvadratına. Bu deyəcək m çıx n-in kvadratı bərabərdir 2m-nin yerinə, yenə m-nin yerinə y yazsaq. Y kvadratı yazsa olacaq 4x kvadratı çıx 2y kvadratı. Bir də bu da bu tərəfə keçsə çıx 2y kvadratı olur. M çıx n-in bağlanmış kvadrat bərabər 4x kvadrat çıxılsın 4y kvadratına. Buradan da olacaq ki, m çıx n-in kvadratı bərabər 4 vurulsun x kvadrat çıx y kvadratına. M çıx n də bərabərdir müsbət mənfi kökün altında 4 vurulsun x-in kvadratı çıx y-in kvadratına. Bu da bizdə olacaq ki, m çıx n bərabərdir. M n-dən böyük olduğuna görə m-dən n çıxana müsbət ədəd olur. Ona görə biz bunu müsbətini götürəcəyik. 4-dən 2 çıxdığına görə 2 vurulsun x-in kvadratı çıx y-in kvadratı. Olacaq B bəndi. 125-ci sualda 30 ədədin ədəd ortası A1-dən gələk A30 dənəsinin ədəd ortası böl 30 bərabərdir 16-ya. Onda bu cəm A1 üstəgəl A30 cəmi üst nöqtə qoyaq. Bərabər olacaq. Deməli, 18 və 480-ə. Bərabər olacaq 480-ə. İndi bizə deyir ki, bu ədədlərdən n sayda olan ədəd ortası A1 üstəgəlsin AN dənəsinin ədəd ortası 12-dir. Onda A1-dən A-nə qədərində cəmi olacaq 12. Sonra bizə deyir ki, qalanları n dənəsini tapmışıqsa, qalanında 30 çıx n olacaq da. Biz n dənəsini yazdıqsa, qalanında 30 çıx n-dir. Çünki ümumi 30-dan ədəd daxı. Qalanları da olsun A-n-dən A30-a qədər. Bunların da burada bir saniyə. A-n nöqtə qoyaq. A-n plus 1-dən başlasın. Qalanı da A30-a. Burada da deyirik nə qədərdir? 30 minus n dənədir. Bunların da ədəd ortası 20-dir. 20-dir. Bunu da çarpaz vursa, buradan yazıram. Buranı silirəm. Deməli, onda A-n üstəgəlsin A30. Daha doğrusu A-n plus 1-dən A30-a qədər. Üstəgəlsin 3 nöqtə, üstəgəlsin A30 bərabərdir. 30 çıx n-i 20-yə vursa, çarpaz vursa, olacaq 600 çıxılsın 20 n. 600 çıx 20 n. Bir də bunu buradan silirəm.
Bu şərti təzədən yenidən yazıram alt-alta. A1 üstəgənsin A1 üstəgənsin AN. Bu da 12-dir. 12. Bunları da alt-alta yazdıq. Və A1-dən A30-a qədər də 480 idi. Bu ikisini alt-alta toplasam, onda A1-dən AN-ə kimi və AN-dən də A30-a kimi ədədlər toplayanda olur A1 üstəgənsin A30-a qədər ədədlər. Bərabərdir. 600-20 ilə də 12-ni toplasaq 600-8 olur. Buradan da bunun yerinə gətirib qiymətini 480 yazsaq, 480 bərabərdir 600-8-ə, 8-in bərabərdir 600-ə 480 çıxanda 120-yə, 120-yə. N də bərabərdir N də bərabərdir 15-ə. N 15-dir, o da Y bəndi olacaq.